Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Yurttaşın növbəti layihəsi ilə qarşınızdayıq. Ötən verilişlərdən bir çox təkliflər, şərhlər almışıq. Məhz bölgələrdəki insanların həyatı ilə bağlı və onların bir qismini bu gün Ağ Partiyanın sədri Tural Abbasi ilə müzakirə etmək niyyətindəyik. Tural bəy, xoş gəlibsiniz. Təşəkkür edirəm. Dəvətə görə minnətdaram. Sizin də kanalınıza uğurlar arzulayıram inşallah. Çox sağ olun, minnətdaram. Ümumiyyətlə Tural bəy, Yurtmedia fəaliyyətə başlayan gündən biz bölgələrdəki insanların həyatı ilə bağlı bir çox istiqamətləri araşdırmışıq, xəbərlər vermişik belə. Amma bu sahədə yeganə olaraq bu daxili siyasət məsələsi ilə bağlı baxırıq ki, bu insanlarda belə ictimai tələbat yoxdur bu məsələlərə. Yəni siyasi proseslər falan daxili siyasətlə bağlı. Ümumiyyətlə necə düşünürsünüz? Bu günləri siyasi partiyaların bölgələrdə fəaliyyətinə ehtiyac varmı? Yoxsa elə başdan oturub YouTube üzərindən çağırış etsək kifayət eləyər? Təşəkkür edirəm. Bilirsiniz, əslində bu sual tipik Azərbaycan üçün keçərli sualdır. Yəni məsələn normal ölkələrdə, Türkiyədə, tutaq ki də indi lap Gürcüstanda, nə bilim indi nisbətən Ermənistanda, indi region desək və yaxud da başqa Avropa ölkələrində bu sualı versəz, sizə qərbə baxarlar ki, necə yəni partiyaların bölgələrdə fəaliyyətə ehtiyacı varmı, yoxmu? Bu belə bir şey olarmı? Onda partiya necə fəaliyyət göstərər, necə səs alar, necə parlamentə girər, necə bələdiyyələr qazanar, bölgələrdə səs almasa, insanlarla işləməsə, onlara öz fikirlərini çatdırmasa filan. Amma Azərbaycanda təəssüf ki, Sovet dönəmindən sonra formalaşan siyasi mühit nə tam demokratikləşmiş sayılır, nə də kommunizm dönəmindəki ikisinin qarışıq bir sintezidir və bizim insanlar da o yeni dönəmə adapte ola bilmədilər. Bir müddət oldu, adaptələr oldu, insanlar məsələn aktivləşdi. Sizin də xatirənizdadır. Məsəl üçün tutaq ki, 95-ci ildə daha aktiv idi, 98-də nisbətən, 2000-də başqa parlament seçkiləri, 2003 prezident seçkiləri, 2005 narıncı inqilablar ərəfəsində parlament seçkiləri. Sonra yavaş-yavaş insanların prosesə ümidi öldü. Siz bunu həm də mənə belə gəldi ki, bu həm də yürüdülən siyasət həm də budur ki, siyasət boş şeydir, hamı söz adamlar, amma bu deyimlər var. Bunlar təsadüfi insanlar öz aralarında yaratmayıblar. Bunlar düşünülmüş şəkildə cəmiyyət arasına ötürülmüş fikirlərdir. Nə mənası var? Hamısı sözünə çalışır, hamısı hakimiyyət, hamısı bir əli oynayırlar. Bunlar da gəlib bundan çox yeyəcək filan kimi fikirlər. Siz insanları prosesdən uzaqlaşdırmaq üçündür, xalqı belə deyək. Məsəl üçün, bu dövlət, mən indi dövləti o sac ayağı deyirlər də, 3 ayaq üstündə durur da, iqtidar, müxalifət, xalq. Xalq prosesdən çəkilib, obyektiv və ya subyektiv səbəbdən də, biri işinə görə, biri gücünə görə, biri inamsızlığına görə, biri nəyə görə, qalıb müxalifətlə iqtidar üz-üzə. İqtidarın bütün resursları əlində var, müxalifətin heç nəyi yoxdur. Yəni burada xalq həlledici rolu oynayır. Xalq kimin yanında dursa o iqtidar olur. İzah edə bildim. İndi iqtidar da nə edir? Bu üçüncü oyunçusunu saxlasın səhnədə. Məsələn, sizə bir sual verim. Axırıncı siyasi, məsələn, səs vermədə iştirak eləməyin vacibliyi, vətəndaş məsuliyyəti, hüquqlar, vəzifələr barədə sosial çarx harda görmüsünüz siz? İctimai televiziya. Səs şərəfəsində olur və salam. O da necə olur? Gedin səs verin. Məsələn, qapıdan girəndə belə olsun, bura olsun, səs sonra verin. Sizin verdiyiniz səsi heç kim müəyyən edə bilməz. Bu gizli səs vermədisinin hüququ. Gözü bu təbliğ olunmur, düzdür? Çünki, amma məsələn, bizim insanlar, bizim vətəndaşlar öz hüquq və vəzifələrindən ən çox bildikləri yol hərəkəti qaydaları. Çünki niyə? O işə yarayır. Onunla məsələn polislə saxlayanda, onunla mübahisə eləyəndə cərimə ödəmədən getmək olur. Praktikdir deyə hamı gedib öyrənib. Daha çətindir o. Amma yəni bizim insanlar görür ki, bu gedir səs verir, nəticə yox. Gedir aktivlik eləyir, nəticə yox. Mitinqə gedir, problem yaranır. Ona görə çəkilir. Və biz də kimlə işləyək? Məsələn, indi burada studiyadır, var, işıqlar var, kameralar, televiziya aparıcı. Buna biz deyirik televiziya, düzdür, YouTube televiziyası. İndi kameralar olmayandan sonra, studiyalar olmayandan sonra filan tək siz neyləyə bilərsiniz? Jurnalistsiz oturmuşsunuz, neyləyəcəksiniz? Kamera yox, studiya yox, mikrofonlar yox, qonaq. Yəni siyasətin də predmeti xalqdır. Xalqı prosesdən aralandırandan sonra, çəkindirəndən sonra biz qalmışıq təkbətək və bu gün əslində Azərbaycanda siyasi müxalifətin əsasən də müxalifət siyasi fəalları fədakarlıq hesabına ortalıqdadılar. Fədakarlıq hesabına, özveri hesabına, yəni maaş almadan, bir imtiyaz əldə eləmədən, bir üstünlük əldə eləmədən
ortalıqdadırlar. Ona görə 3, 5, 10, 15 nəfərdir. Məsələn, bu gün Azərbaycanın ən güclü ikinci partiyası bizik. Bizim 10 min civarında üzvümüz var. Baxın, 10 min. Bunu mən rəsmi deyirəm. Niyə? Çünki bu partiyaların siyahıya alınmasında bilindi nədir. Ondan qabaq hamı gəlib burada oturub deyərdi bizim 100 min, 80 min. Amma verilən rəqəmlər ortadadır da kimlər. Yəni biz indi məsələn nə etməliyik? Və deyirsiniz regionlarda fəaliyyət ehtiyac təbii ki var. Məsələn regionlarda problem yoxdur. Var. Su problemi var. İşıq problemi var. Biz bəzi yerlərdə az da olsa yol problemi var. Düzdür, kifayət qədər yolsuzluq var. Kommunikasiya problemləri var. Digər yerli o hüquqlar var. Məsələn, torpağın alması, verilməsi filan digər məsələlərdə deyə. Bu insanlar necə öz haqlarını tələb eləsinlər? Məsələn, xatırınız Söğütlüdə insanlar qalxdı ki, bu zəhərli gölü doldurmuşsunuz, sabah aşar-daşar. Görürsünüz, nə oldu? Siyasi bir proses getdi, oradakılar həbs olundu, onun arxasında üçüncü qüvvələr axtarıldı filan. Niyə? Çünki orada qabaq birdən-birə xalq öz-özünə durdu, nəsə hərəkət elədi. Düzdür? Yəni hamı da dedi, yox, öz-özünə heç kim təşkilatlana bilməz. Bunları təşkilatlandıran kimsə var. O kimsə kimdirsə gəl onu araşdıraq. Rusiyadan kimsə tapdıq, xatırınız, Rusiyada iş adamı filan. Amma orada fikirləşin, Ağ Partiyanın, məsələn, Gədəbəy rayon təşkilatının sədri onu təşkil eləsəydi. Orada art niyyət axtarıla bilərdi. Deyəcək, müxalifətdir, bunun işi budur, etiraz eləsin. Haqlı, haqsız, yığıb cəmaat başına etiraz eləyir. Düzdür, burada artıq arxa niyyət axtarılmayacaqdı. Amma insanları elə öyrətmir. İnsanlara deyək ki, müxalifətdən aralıdır, müxalifət təhlükəlidir filan. Bir mənada o misal nə qədər uyğundur bilmirəm, yox, o orta məktəbdə keçmişik, o şir öküzləri parçalamaq istəyir. Qoşa-qoşa. İndi xalqla bizi ayırıb, bizi burada əzir, xalqı da əzir deyəndə indi belədir də. Ona görə siz deyirsiniz, regionda görsənmir. Necə görsənsin yetim? Nə ilə görsənsin? Ofis tutmağa maliyyə lazımdır, onun orada aylıq maaşı lazımdır, ən azı onun orada bir nəfər işçisi olmalıdır. Rayon icra başçısı, rayon polis rəisi, rayon DTX-nın rəisi ona gəlib ilişməməlidir. Bu bilməlidir ki, məsələn, bu orada hansısa müxalifət partiyasının sədridirsə, bunun oğlu, qızı, yoldaşı iş tapacaq, işdən qovulmayacaq. Heç kim bilirsiniz, ignor olunmaq istəmir. Heç kim qara qarğaların içində ağ qarğa olmaq istəmir. Və indi biz bax onun dəyişilməsinə çalışırıq və nisbətən yavaş-yavaş yumuşalmalar var. Bu indi 20-ci ildən bəri götürsək bu şöbə yarandı, bilirsiniz, siyasi partiyalar. Yəni nisbətən dəyişik. Düz deyil, məsələn, adi xalqdan soruşsa deyəcək heç bir dəyişiklik yoxdur. Niyə? Çünki o görmür. Biz görürük, prosesin içindəyik axı. Biz indi xalq bizə baxanda görür ki, siz sərgəli səhmanlı oturmusunuz, mən sərgəli səhmanlı danışırıq. Amma xalq görmür axı, mikrofonu taxan var, kameranı düzəldən var, pult arxasında oturan. İndi siyasətin də içi belədir. Xalq elə bilir ki, yox, heç nə. Amma biz görürük, nisbətən dəyişiklik var. İrəliyə doğru, məsələn, ən azı partiyaların mərkəzdə fəaliyyəti yüngülləşdirildi. Ofis problemi nisbətən, mərkəzi ofis, qardaş, mərkəzi ofis həll olundu, filan oldu. İndi yavaş-yavaş regionlara doğru açılım eləmək istəyirik. Amma hələlik görürsən ki, regionların yerli rəhbərliyi bu açılışlara tam hazır deyirlər, açıq deyirlər. İzah edə bilmirəm. Onlar öyrəşməyib ki, məsəl üçün də indi məsələn rayonda görmüsünüz icra başçısı yığır rayon aktivlərini və yaxud rəhbərliyini hansı rayonun hansı məsələsini müzakirə eləyir. Və fikirləşin, burada birdən-birə o icra başçısı öyrəşməyib ki, orada bir həmin rayonun müxalifət partiyasının sədri otursun, dursun cəmaatın içində bunu tənqid eləsin. Cənab başçı, sən bunu səhv edirsən, bunu səhv edirsən, bunu səhv edirsən. Amma elə olmalıdır da, kimsə səhvi deməlidir. Amma biz məsələn öz rayon təşkilatlarımızın sədrlərinə tapşırmışıq. Biz məktub veririk, aparsın icra hakimiyyəti təqdim eləsin ki, bax mən filan partiyanın buradakı rəhbəriyəm, filan partiyanın buradakı nümayəndəsiyəm, burada bizim fəaliyyətimiz hüquqidir, qanuni, sizin mənə sözünüz olsa əlaqə nömrələrim budur, mənim də sizə söz. Yəni bizim məqsəd illa da iqtidarı yıxmaq deyil, axı bizim məqsəd o problemlərin həllidir. Əgər bunu bu icra başçısı eləyirsə, qoy eləsin də gələ tənqid eləyək. Məsələn, elə rayon icra başçısı var ki, bizim sədr bura gələndə bütün gün onu tərifləyir. Deyirəm, qardaş, amma deyir, doğrudan deyilədir. Yəni, eləsi də var ki, da. Yəni, bu baxımdan sizin sualınız biraz geniş cavab verdim, anlaşılandır. Amma biz bunun həlli istiqamətində işləyirik. Həm də xalqın inamını qaytarmaq, xalqın ki, yox, qardaş, müxalifət o qədər də təhlükəli deyil, müxalifət olmaq lazımdır, bəzən sözü demək lazımdır filan kimi izah edilir. Təəssüflə qeyd eləməliyik ki, müstəqillikdən bu yana xalqın ümidlərini, inamını çox öldürüblər, sındırıblar, itiriblər. Yəni bu iqtidara aid deyil də, iqtidar təbii öz işini görməlidir, özünü qorumaq üçün. Söhbət müxalifətdən gedir. Hə, bura gəlin, məsələn, Qələbə meydanına gəlin,
oradan o tərəfə mən sizi aparacağam. Biri deyirdi aeroporta gəlirəm, gəlin aeroporta, oradan inqilab eləyəcəm. Axırıncı dəfə bu Rüstəm İbrahimbəyev oradan pasportunu götürüb gəlirdi, o da qaldı. Yəni insanlar görə nə qədər xəyal qırıqlıqlarına uğradı və prosesə ümiddə. İndi biz yenidən o ümidi bərpa eləməyə çalışırıq. Biz sıfırdan başlamamışıq, biz mənfi neçədən başlamışıq. İndi sıfıra çatdırıb biraz inkişaf elətdirməyə çalışırıq. Çünki Azərbaycanın bugünkü mövqeyi, regiondakı mövqeyi, siyasi iddiaları, ambisiyaları daxildəki bu siyasi mühitlə məncə üstə düşmür. İzah edə bildim. Sən əgər region lider dövləti olmağı iddialısansa, sən əgər dünyada artıq söz sahibi olmağa çalışırsansa, indi Azərbaycan bir çox beynəlxalq proseslərdə də iştirak edir. Həm Turan ideyası var, Türk İslam Birliyində iştirak edir. Eyni zamanda məsəl üçün İsrail Türkiyəni barışdırır. Bir də göz Rusiya ilə kimisə deyir, gəlin burada görüşün, Ukrayna məsələsində. Yəni bu iddialara görə daxildə də nisbətən demokratik mühit olmalıdır. Daxildə sağlam olmalıdır ki, sən o addımları rahat atasan. Yoxsa sizə Ərdoğan xoşuna gəlir, bir orada nədir bu Özgür Özel çıxsın ağzına gələni danışsın. Yəni Ərdoğan da onun belə deyə sağını solunu qayçılayıb qoya bilərdi, amma lazımdır. Çünki daxildən möhkəm olmaq lazımdır. Elə bilin ki, müxalifət və müxalifətin güclü olmağı bədənin immun sisteminin güclü olmağıdır. Yəni əgər müxalifət yoxdursa bədən tənbəlləşir. Heç kimlə mübarizə aparmır, düzdür? Bədən tənbəlləşir və bütün mikroba, virusa açıq hala gəlir. İndi bizdə müxalifət daxildə güclü olmasa, dövlət daxildə güclü ola bilməz. Siz demişəm, mənfidən başlayırsınız bu işlərə. Yox, təəssüf ki, bəli. Düzdür, yəni mənim özüm cavanlığım 18 yaşımdan müxalifətdəyim, amma indi biz o şey kimi də orduda müqayisə eləsə, əskər olursan, serjant olursan, leytenant olursan, kapitan, biz generala çatana qədər aləm dəyib bir-birinə gəlib mənfidən başlayır. Ümumiyyətlə siz vurğuladınız bu yerli idarəçiliklə bağlı. Bəli. Bu icra hakimiyyətləri ilə bağlı əvvəllər bir sıra problemlər var idi. Yəni şikayətlər var idi falan, amma indi onların xarakteri dəyişib. Əvvəllər deyirdilər ki, kimsə öz başçılıq eləyir, nə bilim orada ağalıq eləyir, xanlıq eləyir hansısa icra başçısı. İndi başqa şikayətlər var. Deyirlər ki, fəaliyyətsizlikdən şikayət edirlər ki, məsəl üçün seyirci rolundadır. Gizlənməklə məşğuldur. Hə, indi belə çıxır ki, yəni biz bu sistemi hansısa dəyişdik, şəxsləri dəyişdik, amma sistem mənfiyə doğru getdi. Yəni bir orta bir məxəz tapa bilmirik hansı formada bu icra nümayəndələri öz işini qursunlar. Biz indi məsələn çox eşitmisiniz də yeni idarə metoduna keçmək haqqında danışılır. Məsələn o hələ ki başlanılıbdır. Qarabağdan başlayıb. Prezidentin səlahiyyətli nümayəndələri, icra hakimiyyətləri mənə görə eyni şey olacaq da. Bir gün adı icra başçısıdır, sabah səlahiyyətli nümayəndə olsun, birisi gubernator olsun, birisi nəsə olsun. Yəni əgər sistem, mexanizm işləmirsə, izah edə bilir. Məsəl üçün Facebook şirkətinin adını dəyişdi elədi Meta. Amma göz sistem işləyir deyə heç kim heç fərqinə də varmadı ki, o adını dəyişdi elədi ya dəyişmir. Amma bizdə sistemi dəyişmirlər. Bizdə belə deyək də sistemi işə salmaq istəmirlər. Adla oynayırlar. İzah edə. Məsəl üçün deyək də, mən bu gün icra başçısıyam, mexanizm eynidir. Sabah prezident səlahiyyətli nümayəndəsiyəm, yenə mexanizm eynidir. Mən niyə işləməliyəm? Məsələn, bugün ən bacarıqlı məmur bilirsiniz hansı məmur sayılır? Adı mediaya çıxmayan. Yola vermə siyasəti, cəmaat yığır. Narahat olmayın, hər şey yaxşı olacaq, filan olacaq, beşmükən olacaq, amma ortada iş nə yoxdur. Heç oliqarxlıq da eləmir. Siz demiş ki, onu buradan eləyirlər. İndi cəmaat köhnələrlə müqayisədə deyir, yenə buna şükür də, bu da bu qədər də gəlib həyətimizi də zəbt eləmir. Amma iş də yoxdur ortada, fəaliyyət də yoxdur ortada. Yəni dövlətdən gələn dotasiyanı, büdcədən ayrılan dotasiyanı paylamaqla məşğul. Və yaxud da orada indi torpaq sahəsi var, iş adamına satım, şərik olun, filan olun, beşməkən olun. Belə işlərlə məşğul. Amma icra başçısı deyəndə nə nəzərdə tutulur? Məsələn, mənim nəzdimdə icra başçısı Türkiyədə eşitmisiniz, məsələn, Türkiyədə bələdiyyə sədrləridir daha çox. O icra yerlərdə icra hakimiyyətin strukturları kimi, bizdəki kimi müqayisə edir. Məsələn, onlar nə edir? Baxın, seçilən kimi vəd verirlər. Biz iş yeri açacağıq. Biz regionumuzu inkişaf elətdirəcəyik, rayonumuzu inkişaf elətdirəcəyik, yollar çəkəcəyik, su çəkəcəyik, qaz çəkəcəyik, işıq çəkəcəyik. Düzdür, hansı icra başçısını eşitmisiniz? Baxın, indiyə qədər də, indi maşallah sizin saçınız başınız ağarıb. Yəni, neçə icra başçısının televiziyada və yaxud da haradasa bir çıxışını eşitmisiniz ki, bu cümləni biz rayonumuzda 10 iş yeri açmışıq, 10 yeni iş yeri açmışıq. Eşitmisiniz indiyə qədər hardansa?
Çünki onu mərkəzi aparatdan edirlər də o eləməlidir. Onda mərkəzi aparat eləyirsə onu nə edirəm orada? Və yaxud da ki, məsələn, eşitmirsiniz icra başçısı desin ki, bizim məsəl üçün iş adamlarımız var da. Məsələn, bizim insanlarda biraz yerlibazlıq şeyi var. Məsələn, Qazaxlı, Gəncəli, Tozlu, İmişli, Lənkəranlı, düzdür? Hər rayonunda ya Almaniyada, ya Rusiyada, ya Fransada mütləq ki bir iş adamı, bir-iki iş adamı var. Yəni kifayət qədər pullu iş adamı. Hətta Bakıda olanlar var da indi. Bakıda iş adamı. Məsələn, eşitdiniz icra başçısı desin ki, biz məsəl üçün İmişlinin iş adamlarla danışdıq, onların öz rayonumuza, doğma rayonlarına investisiya qoymağa cəlb elədik, onlara şərait yaratdıq və onlar gəldi burada zavod, fabrika açdı. Məsələn, 200 adam işlədi. Eşitmisiniz? Yox, eşitməmisiniz. Halbuki bu məsələ olan qarşıdan məqsəd kimi qoyulmuşdur. Təbii qoyulmalıdır. Zaten büdcədən asılı. Bilirsiniz, investisiya cəlb olunma, region bax, məsəl üçün kənddə gedirsən, kənd yolu yoxdur. Cəmaət deyir, prezident hara baxır? Qardaş, bu kənd yolu prezidentə qədər. İndi belə deyək, yolu çəkməli olan o bayaq orduda müqayisə elədiyim kimi serjantdırsa, yolu çəkməli olan. Sən deyirsən, general hala baxır. Generala serjantdan sonra leytenant var, kapitan var, mayor var, filan var, filan filan. Amma hamı birinci kimi görür? Ordu generalını. Düzdür ya? Ya o baxımdan da əslində bunlar öz generallarını belə deyək də reytingini aşağı salırlar. İzah eləyə bildim. Yol pis çəkirlər, çəkmirlər. Bir işdə də sən, məsəl üçün deyək də, Azərbaycanda 5000 kənd var. Ümumən belə orta kobud gözlə 5000-ə yaxın kənd var. Prezident və ya hər hansı bir nazir o kəndlərin bir-bir tanımaya bilər. Amma bir icra başçısının maksimum 50 kəndi var da, hə? Ha bu 50 kəndə sən bu 50 kəndin probleminlə məşğul olmaz. Hər kəndində bir şey nümayəndəsi var da, sən çağırırsan. Yəni mexanizm, sistem var, işlətmirlər. Məsələn, mən bugün prezident və yaxud da tutaq ki, hər hansı bir vəzifəli şəxsən prezidentəm. Məsəl üçün deyək, Qazaxın aşağı Əskipara kəndində Quliyev Zakiri tapdıra bilərəm də 3 zəngə. Zəng edirəm Nağdaliyevə, məsəl üçün. O zəng edir icra başçısına, icra başçısı zəng edir həmin kəndin kənd nümayəndəsinə. Bir kənddə də nə qədər ev var? 150-200 ev var da, olsun 500 ev. O da gedir həmin adamı tutur gətirir. Yəni mexanizm görürsən nə qədər sadədir. Yəni onda bu problemlər niyə həll olunmur? Məsələn, demək ki, icra başçısının hər kəndin hansı problemi var xəbəri olmalıdır. Hətta hər kənddə neçə gənc var, neçə gənc o kəndi tərk elədi, getdi. Rayonlar bomboşdur. Düzdür, gənclər yoxdur. Ya Bakıdadılar, ya Türkiyədədirlər, ya Rusiyadadılar. Yəni niyə qardaş, niyə insanlar öz məsələn rayonlardakı evlərini, eşiklərini, imkanını nisbətən də atıb gəlib Bakıda bir otaqda qalırlar. Düzdür və yaxud da gələn Rusiyada o üzr istəyirəm ifadəmə görə evsizlər, eşitsizlər kimi küçələrdə qalırlar ki, 3 manat, 5 manat qazansınlar. Yəni baxın, bu işdə amma tələb də olunmur axı. Məsələn, icra başçısından hesabat parlament qabağında və yaxud kimin qabağında hesabat və icra başçısı ki, məsələn, mən 3 ildir icra başçısıyam, nə eləmişəm bu 3 ildə? Düzdür, məsələn, tələbədir ki, bir semestr oxuyur, sonra 5 dənə imtahan salırlar ki, gəl görüm nə oxumusan. 5-ci sinifin uşağını qoyurlar, ora deyir, daha imtahan ver, görüm nə oxumusan. Bu icra başçısıdır, bu illərlə burada oturub və milyonlarla pul gəlib əlinə. Gəl görüm nə eləmişsən, sən gələndən sonra bu rayonun ömründə, günündə, taleyində müsbətən nə dəyişib? Heç nə. Düzdür ya yox. Məsələn, rüşvət almayan, fəaliyyətsizliyinə görə bir icra başçısının tutulduğunu, həbs olunduğunu mən eşitməmişim. Məsələn, fəaliyyətsizlik vardır. Fəaliyyətsizlik, mən onu deyirəm belə. Eşitmisiniz, həbs olunsun, tutsun. Amma qanunvericilikdə var da, bilirsiniz. Fəaliyyətsizlik, o elə bil ki, üzərinə düşən fəaliyyəti göstərməməyə görə də cinayət var. Məsələn, yoxdur. Amma oğurlama. Neyinə yaxşı, mən səni göndərəcəm, sən də orada payla, bundan da inkişaf olmaz, izah elə bilir. Yəni, təəssüf ki, belədir. İndi güman edirik ki, amma bax, bu da niyə elədi, yenə deyirəm. Yerlərdə güclü müxalifət olsa, onlar rahat oturanmaz. Yerlərdə güclü müxalifət olsa, məsələn, çəksə, göstərsə, kəndin məsələlərini, filənlərini, getsə, onun qabağına fakt kimi qoysa, ayda bir dəfə icra başçısı məcburən o yerlərdəki müxalifət partiya rəhbərlərindən görüşsə, düzdür, o görüş canlı verilsə, o icra başçısı məcbur olacaq da, deyəcək, Qasım kişi var, gələcək yenə mən başımı xarab eləyəcək ki, filən kəndin suyu yox, sən can gör o suyu nə edirsən, düzdür ya yox. Yəni, amma bu yoxdur deyə İndi mətbuat nümayəndələri bir növ o funksiya o da onların da uzaq başı biraz oyan-beyan olan kimi yerli icra başçısı reki jurnalist deyib tutturur da, yəni böyük əksəriyyətində. İndi yəni təəssüflə qeyd eləməli ki, o yerlərdəki bəzi jurnalistlər də axı təmiz niyyətlə eləmirlər də, məqsəd xalq olmur. Məqsəd odur ki,
Yəni hə, göstərim, sonra gedim deyim gəl həll eləyək öz aramızda. Yəni bu da olmur. Peşəkar, hər öz işini görməlidir. Müxalifətin işini müxalifət görməlidir. Jurnalistika öz işini görməlidir. İcra başçısı öz işini, bələdiyyə öz işini. Və Tural bəy, biz bu son 5 ildir ki, Qarabağda quruculuq işləri görürük. Sıfırdan kəndlərimizi bərpa edirik. Yəni artıq yataqxanada qalan vətəndaşlarımız qayıdır öz yurt yuvasına. Amma burada başqa bir proses də var. Bizim başqa bölgələrimizdə olan kəndlər boşalır. İstər qərb bölgəsində, cənub bölgəsində, şimal bölgəsində və kəndlər var ki, 1-2 ev qalıb cəmisi. Və iş görə biləcək gənclər, biraz yaşlı nəsil Bakıdadır, hansısa bir şünqulla yaşayıblar. Ümumiyyətlə, bu prosesin qarşısını almaq mı deyim, ya bəlkə də təbii prosesdir, bu belə də olmalıdır, məskunlaşma forması dəyişməlidir. Amma görünən odur ki, kəndlər boşalır. Mən bayaq toxunduğum məsələyə, baxın, Eldar Əzizovla Pezeşkiyanın görüşü var idi də, gördünüz o Pezeşkiyan İran prezidenti gələn Dağüstü göstərdi ki, Bakı o dedi, nə qədər burada əhali var? Dedi 5 milyon, dedi daha denən yarısı buradadır ki, dedi hədə yarısı buradadır. Yəni baxın, Azərbaycanın 10 milyon əhalisi var. İndi biz üst-üstə gələndə hesablayırıq ki, hardasa 2 milyon, 3 milyonu ölkədə yoxdur. 2 milyonunu götürək, 8 milyon qalır. 8 milyonun 5 milyonu əgər Bakıdadırsa, indi digər rayonlara da qalan o 3 milyonu bölün, görün hər rayona nə qədər əhali düşür. Və başqa bir məsələ, siz doğru qeyd edirsiniz. Bəlkə bu zamanın tələbidir, o şəhər urbanizasiya deyirlər. Şəhərləşmə, şəhərlə meyillilik, filan beşməkan. Amma ola bilər, gənclər məsələn kənddə böyüyür, deyir, yox, mən böyük şəhərlərə getməksə, məsəl üçün deyir. Amma biz soruşuruq da, taksi sürən, rayondan gəlib taksi sürənlər, rayondan gəlib burada malyarlıq eləyənlər, rayondan gəlib burada iş görənlər. Qardaş, niyə gəlmirsən? Heç bir mənə deməyib ki, mənim rayonda deməli, mədəni sosial həyatım olmadığı üçün gəldim burada sosial mədəni həyat yaşamaq. Hamı deyir, pulsuzluqdan gəlmişəm. Qazı yox idi orada və hamı deyir, evim eşiyim orada, pul yoxdur deyir, qardaş, pulum yoxdur, dolanışıq yoxdur, çörək almağa, yağ almağa, tam əkdim kartof filan, amma bunun qəndi var, pesoqu var, qazı var, işığı var. Yəni, bu pulum yoxdur, məcburən gəlmişəm deyir. Mənə xoşlu gəlin burada bir otaqlı evdə 5 nəfər qalım. Düzü baxın, o vardı, indi biz otaq verirlər, artıq ucuz olsun deyə evləri onlar. Yəni, bizim insanlar sosial mədəni həyata atılmaq üçün və yaxud da özünü inkişaf elətdirmək üçün şəhərə gəlmir. Ehtiyacdan şəhərə gəlir, dolanışıq ucbatından şəhərə gəlir. Yəni, təhsil almaq üçün gəlmir. Təhsil almaq üçün gəlir, amma qayıtmağa yeri olmur. Qayıdıb öz kəndində nə işləyəcək, nə edəcək? Yəni, bax, biz ona görə mən deyirdim ki, icra başçıları, bax, bu icra başçılarının qarşısında öhdəlik kimi qoymalısan. Gənc əhalinin nə qədərdir, onun neçə faizini işlə təmin eləmirsən, onların neçə faizi özünü realizə eləyə bilir. Baxın, mən indi deyə bilərlər, iş yoxdur. Mən bu müasir texnologiyalar elə bir şərait yaradıb ki, siz oturarsınız, məsəl üçün deyim də, nə deyim? Bu Zevin kəndi var cənubda, Masallının aran, Zevin, dağbaşı, İranla sərhəd. Orada oturarsan, Singapurlu iş adamı üçün iş görərsən. Düzdür ya yox? Freelance deyil, bu məsafədən. Notebookdur, internetdir, işi görərsən, pul alarsan. Kifayət qədər yüksək işlər var da, yəni ki, bax, bunun cəlb olunması, neçə rayonda görmüşsünüz ki, gənclər mərkəzi var, orada 10 dənə notebook var, pulsuz giriş var və orada gənclərə proqram öyrədirlər. Məsələn, montaj proqramı öyrədirlər, proqram yazmağı öyrədirlər, dizayn proqramı öyrədirlər. Neçəsini görmürsünüz. Buna nə qədər pul lazımdır? Məsələn, 10 dənə notebook hərəsi 1500 manatdan götürəndə 15 min. Boş dayanı burada. Var, binalar tikilibdir. Binalar var, arxasında kababxanalar var, o oliqarxlar filanlar da oturur kabab yeyir. Mən onu deyirəm. Yəni, 10 dənə notebook alıb, orada bir dənə fiber optiki də qoydum qırağa. Starlink alırsan. Bir dənə Starlink aldın, 300 manat, ayda da 100 manat olunca sürətli internet olsun da. 15 min, elə Starlinkdən 1000 manat, 16 min yerdə icranın üzərindədir də. Lap tutaq ki, onun da kirəsinə 5 mindir o. 20 minə 15 gənci sən 2 ay, 3 ay öyrətdin, gənci əlinə bir də sertifikat verdin, işə düzəltdin. Düzdür, getdin, sonra deyəcəm, bala, gedindi, bu da bizim icra başçısından 1000 manatlıq sənə hədiyyə, notebook. Ged evində iş tap. Məsələn, biz o statistikalar təəssüf ki, bizdə yoxdur. Bilirsiniz, mən baxmışdım, Cənubi Qafqazda IT texnologiyalar üzrə ən sonuncu yerdə bizik. Məsələn, hətta mən müqayisəni Ermənistanla qətiyyən müqayisəni sevmirəm.
Amma bilirsiniz, Ermənistanın bir neçə əpi var, yəni bu belə deyək də, startapı var ki, dünyaca məşhurdular. Yəni dünyaca milyonlarla pul gəlir. Yəni hansısa cavan oğlanlar oturublar bir otur. Və ya da bizim gənclər var da, Amerikada eşitmişsiniz, məsələn, 2 gənc oğlan idi, Google-a satdılar startapları neçə milyona. Yəni bu axı yoxdur da əvvəlki kimi gətir zavod açır, məsələn aça bilmirsən, icra başçısı, başa düşdüm, zavod açmaq qabiliyyəti səndə yoxdur, investisiya cəlb edəsən xaricdən filan. Bunu ki eləyə bilərsən. Məsələn, xanımlara, qızlara nəsə bir tikiş filan peşməkan öyrədə bilərsən, düzdür? Yəni ki, özlərinin şeyini qazanmaq üçün. Siz bayaq da vurğuladınız bu kənd təsərrüfatından bağlı məsələləri. Deməli, son illərdə ümumiyyətlə dövlət dəstək göstərir, subsidiyalar, dövləyə filan belə. Amma nəticə gəlib elə çıxır ki, kəndçi deyir, məndən malı ucuz alırlar. Bakıda da insanlar baha alırlar. 16 manata məsəl üçün mən keçən dəfə, yəni keçən dəfə deyəndə iyun ayında gilas 16 manat idi. Öküz ürəyi deyilən 16 manat. Yəni 16 manat 1 kilo ətdən baha. Və sonra da aşağı düşmə qiymətə. Birbaşa qurtarırlar. Məlum oldu ki, İrandan gəlir. Yəni nə olur? Yəni mənim başım üçün bizdə niyə meyvəçilik inkişaf eləməz? Yəni bu da texnologiya deyil ki, bu da startap deyil ki, deyəsən ki, bizim başımız və yaxud da bu da biz demirik ki, məsələn Tesla yığaq və yaxud Şanqan yığaq və yaxud da nəsə yığaq da biz deyirik ağacda kimsən çıxıb da, düzdür? Yəni bilirsiniz bu məsələdə də yenə bizdə biz verirlər, subsidiya filan deyilir. Onlarda da indi müxtəlif boşluqlar var kifayət qədər öz yerində. İkinci bir tərəfdən baxın, mən dünən başqa bir efirdə də dedim, məndə sosial şəbəkələrdə qarşıma çıxdı bir fermerdir, əkib pomidor tarlası, bir neçə hektar əkib pomidordur. Fotodan biri oldu. Hə, məsələn o soğan, deyirsən bu soğanın sahibini mən tanıyırdım. Hə, bu soğan bütün hamısı. Baba heyf olub, saxlama yeri yox, dövlətə sata bilmir, xaricə çıxarda bilmir, məhsul məhv olur. Bax, çıxış elədi, dedi ki, qardaş, bax mən neçə hektar pomidor əkmişəm, bu dəqiqə sahibimdə 100 tona yaxın pomidor var. Kim istəyirsə şəhərdəkiləri dəvət edirəm. Gəlsin, yığsın, aparsın pulsuz. Mən yığıb bunu ziblə tökmək istəmirəm. Bu əziyyət çəkmişəm, amma pulsuz verirəm də qardaş. Gəlin, yığın, aparın. Yəni bizdə bax, ya məhsul olmur. Gəh məhsul olanda bazar olmur. Bazar olanda qiymət olmur. Yəni dövlət bir mənada dövlətin bu istiqamətdə konkret bir proqramı olmalıdır, layihəsi olmalıdır, xətti olmalıdır. Məsələn, biz o vaxt təklif eləmişdik ki, məsələn, kəndlinin məhsulunu dövlət alıb özü çıxartsın xarici bazara. Düzdür? Məsələn, pomidoru dövlət əkdin, gətirdin, satdın mənə dövlətə. Dövlət onu çıxartdı, Rusiya bazarını özü satdı. Əslində Azprom kimi bir şirkət var da, sadəcə olaraq o İndi bilmirəm Azprom var ya yox nə qədərdir, amma fakt odur ki, insanlar çıxarda bilmirlər məhsullarını. Və yaxud da biz başqa bir təklif eləmişdik ki, insan, məsələn, dövlət hər hansı bir kəndlinin, hər hansı bir əkinçinin məhsulunu, logistika xərcini ödəsin. İzah elə bilir. Məsələn, mən 100 ton pomidor aparıram, hara Moskvaya. Xərci nə qədərdir? Maşının xərci, aparılma xərci bu qədər. Dövlət onu ödəyir. Dövlətin qazancı nədir burada? Sabah o pomidor gedir xaricə, orada satılır, o pul olaraq qayıdır Azərbaycana. Düzdür? Valyuta daxil olur Azərbaycana. Yəni belə addımlar atmadıqca insanlar marağında olmayacaq əkməyin, biçməyin. İzah elə bilir. Məsələn, bizdə adətən hər şey deyilədir. Baxın, iqtisadiyyatda da elədir, siyasətdə də elədir, kənd təsərrüfatında da elədir. Məhsulu istehsal edənlə, məhsulu tükətəndən daha çox aradakı maklerlər qazanır. Düzdür ya? Məsəl üçün, baxın, bir ev tikir, satır, bir ev alır. Aradakı makler adətən onlardan çox qazanır. Və nəticədə maklerlər daha çox alır. Get-gedə çoxalır makler, nəinki istehsal edən. Və bir müddət sonra maklerin özü alır, satır. İzah elə bildim. Alır, qoyur ora. Məsəl üçün, 6 ay gözləyir, evin qiyməti bahalandan sonra özü satır. Yəni, tikəndən də çox qazanır, o alandan da. Və yaxud da məhsul. Məsəl üçün, mən keçən səfər elə bu yasamalda elə o Bravo'nun yanında bir balaca dükan var idi. Yazmışdı ki, yeşik, pomidorun yeşiyi 1 manat. Mən adətən müşahidə eləməyə xoşlayıram. Yeşiyi 1 manat. Və gəldim yuxarıda, indi adını çəkməyim, supermarketim. Girdim içəri, kilosu 1 manat 20 qəpik. Dedim, qardaş, bu yeşiyi 1 manatdır, burada 1.20. Amma insanlar da marketdən alır, insanlar rahatlıq istəyirlər də bir dəfəlik girib bazarlıq elə. Yəni, baxın, indi o yeşiyi 1 manata satan adam öz xeyrini qoyub satır da 100%. İndi görün, o yeşiyi ona satan adam neçədən satıb ki, o 1 manat satır, hələ xeyri də var.
Düzdür ya yox. İndi bu da bu market, böyük market kilosu 1 manata 20 qəpiyə satır. İndi gör o yetim 20 qəpiyə satıb, onun 20 qəpiyə satdığı pomidorun gəlib kilosu 1.20 olub. O 20 qəpik qazanıb, mən də 1.20-dən pomidor almışam. Arada kim qazanıb? Həmin o vasitəçilər. Yəni bu məsələləri mən indi kənd təsərrüfatı sahəsi üzrə ekspert deyiləm, araşdırma. Bizim işimiz də odur. Bizim ümumi mənzərəni göz önünə sərməkdir. Və yaxud da görmüsünüz də mən yenə sosial şəbəkələrdə qarşıma çıxıb, məsələn, ətlər satırlar. Kilosu nə daha bizdəkindən daha ucuz, donmuş ətlər. Hətta mənim qabağıma çıxanda baxdım ki, bu deyir ki, bəziləri deyir ki, bu köhnədir filan, ətin təriflidir. Yox, bax filan yerlər kəsilib, halaldır filan. İndi mən baxıram ki, bu ət, məsələn, Ukraynada kəsilib, orada dondurulub, orada nəqliyyat xərci çəkilib, gətirilib bura. Burada üstünə xeyir qoyulub, satılıb, toptancısı üstünə xeyrini qoyub satıb pərakəndəçiyə, pərakəndəçi də satır istehlakçıya da, düzdür? Onunla belə, onun qiyməti bizim yerli ətdən ucuz gəlir. Necə ola bilər? Bu, məsələn, bizim hansı ki, bizimki bir də otu qoyur qabağına, qoyun, otdur, gətir, kəsir, satır da. Məsələn, necə ola bilər ki, Ukraynadan gələn, gömrüyü ödənən, yol xərci ödənən, toptancının pərakəndiyə satıcı, oradan hamısı üstə gələndə, oradan gələn ət buradakindən necə ucuz ola bilər? Niyə ucuz olur? Demək ki, burada nəsə tərs gedən bir mexanizm var. Düzdür ya yox? Yəni, bu məsələləri tənzimləmək lazımdır. Bu məsələləri qaydasına qoymaq lazımdır. Yoxsa ki, ümumi şəkildə danışırlar. Məsələn, statistikalara baxırsınız da məruzə eləyəndə. Bizim kənd təsərrüfatı sahəsində inkişafımız keçən ildən 3,5 dəfə artıbdır. O biri qalxır deyir, bizim əhali, hanı? Düzdür ya yox? Yəni, mən bir dəfə debatdaydım, Səyavuş müəllimlə deyəsən. 2008 idi, nə idi, konstitusiya dəyişikliyi. O başladı ki, xalqımız belə yaxşı dolanır, filan elə dolanır, radioda çıxış edir, ictimai radio. Mən də daha nə deyəsən, o qədər rəqəmlər, həyasızcasına, siyasi baxımdan həyasızcasına danışdı ki, adam sözlə dedim, hörmətli dinləyicilər, mən Səyavuş müəllim kimi həyasızcasına sizə bunun əksinin olduğunu sübut eləyə bilməyəcəm. Gedin soyuducunuzu açın, soyuducunu. Baxın ora. Əgər dolubsa, yaxşıdırsa məni boş verin. Yox, soyuducuda vəziyyət ağırdırsa, bilin ki, boş söhbət. Düzdür ya, yox. Bu yekunu mənim soyuducuma gəlirsə, mənim cüzdanıma gəlirsə, əgər mənim cüzdanımı açıram, pul yoxdursa, Vəssalamda söhbət bitib, o deyir, biri çıxır, mənim kimi siyasətçinin biri gedir, rayonun birində çıxır, boçkanın üstündə danışır. Bir də yerdə deyir ki, çörək olacaq. Deyir, nə deyirsiniz, deyir, çörək olacaq. Deyir, yox, deyir, onda boş şeydir. Yəni, nəticədə çörək yoxdursa, siyasətçi getsin, iqtisadçı gəlsin, o getdi, bu gəldi. Bütün bu dövlət mexanizmi, sistemi, bu studiyalar, partiyalar, bu mexanizm nəyə xidmət edir? Yekunda Azərbaycan Respublikasının sıravi vətəndaşının vəziyyətinin, düzdür, rifah vəziyyətinin yaxşılaşdırılmasına, dolanışığının sadələşdirilməsinə, güzəranının... Bu yoxdursa, bütün bu mexanizm içi biz qarışıq işləmir. Düzdür, həkiməm, 50 dənə sertifikatım var, otağımı asmışam, amma bir dənə pasiyent sağaltmamışam. Mən nə həkiməm? Düzdür, yox. Budur, yəni təəssüf ki, məsələ. Həkimdən danışdınız. Bizə bir xəbər göndəriblər redaksiyaya. Ondan sonra xəbər dərc elədik. Deməli, Azərbaycanın bölgədəki səhiyyəsinin mənzərəsini məncə bir foto ilə göstərmək olar. Xəbərin mahiyyəti ona ibarətdir ki, tip təcil yardım maşınına hücum ediblər. Həkimlərin nəsə, yəni o məsələ əsas o deyil də maşının vəziyyəti. Maşının vəziyyəti. Yəni bu günləri bizim hər də bölgələrdə Sovet istehsalı olan 60-cı ilin maşınları təcil tibbi yardım kimi fəaliyyət göstərirlər. Bilirsiniz, baxın, 25 haran seriyasında. Xanla Göygöl'dür. Bax, mən sizə bir şey deyim. Göygöl'ün icra başçısının maşınının şəklini göstərə bilsək. Gərək onu montaj edək burada. Məsələn, yox, valla adi bir şey deyim də. Göygöl'ün icra başçısının maşınının, yəqin ki BMW 700'lər son model var, 200-300 min qiyməti olacaq. Görək onda, bax, o həmin o maşınına satsa, icra başçısı satsa və desə ki, mən daha bu cəmaat mənə həvalətdə, gedim Almaniyadan ikinci əl tibbi maşınla, biz sizdə Almaniya, Amerikanın ikinci əl maşınları bizim müasir tibbi maşınlardan daha yaxşıdır. Neçəsini ala bilər? Ən az 5'ini ala bilər də. Düzdür, demək canı yanmır. Ürəyi yanmır. Bax, həmin o Göygöl rayon icra başçısından soruşmaq lazım. Sənin uşağın sabah
tutaq ki, indi Göygöldə getmisən istirahətə, orada ayağını İraqa ilan çaldı. Belə bir maşında apararsan onu, yoxsa öz maşınına mindirib apararsan. Ya biz o empati yapmırlar da, empati yapmırlar ki, məsələn, kəndin uşağı qoy getsin də bunda. Məsələn, sirkələnə, xəstə. Birisi deyir, xəstələr var, sirkələnmək olmaz. Yəni, amma mənim nəyimə lazım deyil. Amma özlərinə bir şey olanda helikopterlə gedirlər. Bakını da bəyənmirlər. Birbaşa Avropaya, Türkiyəyə filənə gedirlər. İndi kimin nə qədər vardı. Yəni, biz ürək yanmayanda belə də olacaq. Hələ bu, yaxşı ki, şükür edin ki, var. Birazdan məsələn, siz görəcəksiniz ki, o atla, filənlə, ulaqla zavallı ciddi deyil. Avropada bu yaxınlarda təzə tibbi yardım maşınlarına KT, MRT falan yerləşdirirlər ki, yolda ki, çatana kimi onu artıq eləyirlər ki... Dünya, ümumiyyətlə, mən sizə bir şey deyim, dünya artıq bu, nə deyək, bu dron sisteminə keçir. Yəni, kvartsekopterlər deyirlər də, məsələn, onlarla artıq xəstələrin həm ucuz, həm daha filan, bu qaldığımız zamanda bizimki bu nə gedir, OAZ gedir, nə gedir, 50-ci, 60-cı illər. Yenə kənd olsa deyərdim ki, kəndə çıxa bilmir, amma bu rayonun içində olub bu hadisə. Yəni, yenə deyirəm, kənd yolu olsa belə bu modernləşdirmə. Bax, bu yüzdən baxıram, o üzü görsənir. İçində nə avadanlıq var onun? Nə burada o şey var da, elektroşok verməyə filan, nə avadanlıq var? Yetim yazıq həkim bir dənə çamadanı var, qoyur onun içində nə varsa dərman. Var, yoxdur. Ya bax, bu da, və yaxud da başqa bir şey götürək də, neçə kəndimizdə tibbi məntəqə görmüsünüz ki? Tibb məntəqədə. Sovet dönəmində bəziləri qalır, baxırsan ki, bu yaşıl, mavi rəngdə qapı pəncərəsi var, içəridə də heç kim yoxdur. Tibb məntəqələri belə yox. Bir şey olanda mərkəzə çatdırmalısan. Hələ mərkəzdə xəstəxana varsa, o dəqiqə bacarmasa, oradan da Bakıya çatdırmalısan. Yəni, niyə belə olmalıdır axı, məsəl üçün? Düzdür, amma indi Səhiyyə Nazirliyindən soruşun, deyəcək, təbib baxır. Təbibə deyirsən, deyir, mənlik deyil, icbari baxır. İcbariyə baxanda deyir ki, biz hələ... Yəni, bu da birisi bizim ömürdən gedir, gündən gedir. Bax, keçən də Elman Nəsirov, biz debatlara tez-tez çıxış edir, Musavat TV-də. Mən adətən şikayətlər səsləndirdim. Birdən Elman müəllim dözmədi ki, mənim də şikayətim var, xahişim. Dedim, buyur Elman müəllim. Dedi ki, mən Cəlilabad sakinləri mənə qazla bağlı şikayət ediblər, qazla bağlı. Və deyir, mən Azərqaza müraciət elədim. Onlar da mənə dedi ki, yaxın 30 ildə biz o kəndin, yaxın 6 ildə biz o kəndin 30 kənddən 3-ünə qaz çəkə biləcəyik. Mən deyim, cəmaata nə deyim, Bax, yəni Cəlilabadın 30 neçə kəndinin qazı yoxdur və Azərqaz yaxın 5-6 ildə onun 3-ünə qaz çəkəcək. Qalanları təzək yandırmalıdır, meşə qırmalıdır, odun qırmalıdır. Yəni budur da, bax zaman, sonra amma həmin Elman müəllim də sonra gəlir yüksək inkişafdan, texnologiyadan, nə bilim göydəki Azerspace peykimizdən danışırlar filan. Danışaq, onu da deyək, uğurlarımızı da deyək. Vallahi mən sevinirəm. Bizim göydə peykimiz də olsun. Biz tutaq ki, Ukraynaya 2 milyon humanitar yardım da göndərək. Nə bilim, indi nə idi o, Yeni Kaledoniyada inqilabı da dəstəkləyək, Fransanın yerində oturtmaq üçün razıyam, Cibutiyə. Amma arada bir Cəlilabadın kəndlərinə də baxaq. Yəni bu, sizcə nə qədər qəliz texnologiya ola bilər ki, 30 kəndə qazın verilməsi, sizcə, bax, indi siz də jurnalistsiniz, mən də ixtisasda jurnalistəm də, bizim hələ bu qaz filan texnologiyalarından başımız çıxmır da, sizcə nə qədər qəliz texnologiya ola bilər ki, məsələn, rayonun mərkəzindən hansı kəndinə qaz ötürülməsi. Yəni, borunu bir-birinə qaynaq eləyirsən, arada 3-4 dənə kompresor, bu başqa bir mexanizm var burada. Yəni, Amerika kəşf eləyəcək, yəni Starlink çıxardırsan, göyə peyk göndərsən, turbadan uzalayacaqsan, budur da iş, qardaş. Arada bir kompresor qoyacaqsan və sən bunu niyə sən, məsəl üçün 15 ilə çəkməlisən? Niyə? Nəyə görə? Borun yoxdur, turban yoxdur, kompresorun nədir? Bax, nədir? Qazın yoxdur, denən qazım yoxdur. Qaz xaricə satırıq axı biz. Ya bax, demək ki, iş görmək istəmirlər. Kimsə məsəl üçün rəhbər oturur, deyir, mən əlimi qaldırıb desəm ki, cənab rəhbər, kimdə? İstənilən idarədə. Bu problem var. Rəhbər mənə acıqlanar. Qoy mən elə problemi ört bastır eləyim. Məndən soruşanda ki, hər şey qaydasında dediyim, hər şey qaydasındadır. Hamı bir-birini aşağıdan yuxarı aldadı, aşağıda da məsələn, hamı problem içində. Yəni, zəyləm, amma gedin soruşun, görün bir problem deyən var. Məsələn, axırıncı harada, hansı icra başçısını eşitmişsiniz ki, gəlib mərkəzə öz rayonundakı hansısa çatışmazlıqla bağlı məruzə eləsin?
Eşitmisiniz elə bir şey? Təbii ki, o ictimailəşdirmir, desə belə. Və yaxud da medianı yığıb desin ki, bax qardaş, bu problemlərimiz var, həll eləməliyik. Yoxdur, problem yoxdur. Hamımız gül, çiçək, bayram. Hə, onda da bu da elə tibbi maşınlar olur, cəmaatın soğanı göyərir, pomidoru əlində qalır filan eləyir. Sonra da biz 1-2 ay sonra mən sənin pomidorun kilosunu 5 manatdan alacağam. Hə, hələ də İran satırlar. Nədir o? Bizdə gilanar deyirlər. İran albalısı satırlar. Kilosu 6 manat. İrandan ki biz niyə özümüz bu da texnologiya deyil ki. Yəni və sonda biz həmişə bu turizm məsələsini müzakirə edirik. Bu həm yaralı yerimizdə, həm də belə deyək, düzəlmək əvəzinə get-gedə pisləşir. Nə baxımdan ki, qiymətlərdə kəllə çarxa çıxır. İkili menyular olur restoranda, əsas bölgələri mən nəzərdə tuturam. Yəni Bakıda biraz nəzarət var hardasa. Bəli. İkili, üçlü menyular olur. Baxırlar turist ona baha versinlər və dediyiniz bayaq problemlər də var. Qaz yoxdur, falan yoxdur. Bu da kənd turizminin inkişafını dayandırır. Bax bununla bağlı ümumiyyətlə bəzi ölkələrdə misal üçün turizmi yerli əhali özü inkişaf edir. Təbii ki, biz onu demişik. Məsələn, kənd turizmi dediyimiz nədir? Kənd turizmi o deyil ki, bu adam getsin kənddə 5 ulduzlu oteldə qalsın. Bu adam gedir. Məsələn, mən harasa gedəndə, məsələn, sonuncu dəfə biz İstanbula getmişdik yoldaşımla. O da buradan deyim, sonra deyəcəklər, bütün gün gəlsin. Mənim o qədər gəzmək arzusunda deyiləm, həvəsim də yoxdur o qədər. O tur paketlər olur. Bir də görsən 2 ay, 3 ay qabaqcadan alanda nə qədərsə yoxdur. Yəni belə çox ucuz qiymətə bir şey idi. Nəysə indi ucuzdur, bahadır. Məsələn mən orada qardaş hər yer turist, hər yer turist. Bir də türk görmürsən. Qardaş hara gəlirsən? Dedim axırda dedim qardaş mən adi türklər, adi İstanbul vətəndaşı necə yaşayır? O məhəllələrə getmək istəyirəm ki, elə belə gəzim də mən gəlməmişəm ki, burada fransızı görüm, rusu görüm, ukraynanı görüm, özümüzünkülər. Bir-iki nəfər bizimkilər də gördü, məni şəkilzad çəkdirdi. Dedim bax. Yəni baxın, kənd turizmi nədir? Kənd turizmi odur ki, məsələn kimsə gəlir, Fransadan gəlir Qubanın hansısa kəndinə. Və orada həmin bir kəndlinin evində bir qonaq otağı olur. O sırf o turist üçün düzəldilib. Orada məsələn yataq otağı, bir televizor, internetə çıxışı, bir hamam otağı, rahat balaca ki, orada gəlib illərdən qalmayacaq ki. Yoldaşın ailəsindən qalırsa indi bir otaq, 2 otaq. Sonra səhər durur, həmin o ailə ilə bir yerdə səhər yeməyi yeyir. Sonra gedir kəndi gəzir, qayıdır, gəlir yenə günorta yeməyini o ailə ilə yeyir, danışır, mədəniyyətini öyrənir, bir-birini ünsiyyət edir. Sonra da gündəlik o xərcini ödəyir, birbaşa çıxır gedir. Düzdür ya? Yox, bu kənd turizmi budur. Adam da xoşbəxtdir, çünki baxmayın da nə qədər də baha olsa o 5 ulduzlu otellərdən ucuz olacaq o kənd. Həm təbii olacaq, həm gözəl olacaq, həm də birbaşa kəndi də qazanacaq da. Düzdür ya? Mən sizə əmin edirəm, istənilən turist kənd evində bir gün qalmağa rahat 100 manat verər xaricdən gələn turistə. 100 manat bizim 100 manatımız olan 50-60 dollar filan eləyir də. 60 dolların içində yemək, içmək, qalmaq, hə? İstənilən kəndli içində bir turisti bir günə 100 manata saxlamaq nədir ki? Uzaq başı 20 manat onun gündəlik yeməyinə xərcləsin. Adam başına 20 manat. O qədər də xərcləyənməz. Günə 1 kilo ət yeməyəcək ki bu. Hə? Onu da baxın neçə dənə siz kənddə eşitmisiniz ki, bizim turizm naziri filan kənddə pilot layihə olaraq məsələn 30 evdə belə qonaq evləri tikməyinə yardım edib, subsidiya verib. Və yaxud da neçə yerdə eşitmisiniz ki, məsələn, turizm naziri, məsələn, Qubanın, Xaçmazın, İsmailin filan kəndindəki kənd turizminin təbliğini eləyib. Gəlib aeroportda paylayıb, gedib xaricdə təbliğ edib. Düzdür ya yox? Yoxdur. Gürcüstanda görmüşəm, Avropanın bir layihəsi var idi, Avropa İttifaqının. Elə bir layihəsi var idi. Bizdə amma o məsələlər yoxdur. Biraz imkan olan AFRMF ki, arenda edir. O da yəni həmin o... Bilirsiniz niyə yoxdur? Çünki gələn turistlər gedib daha ucuz, daha səmimi, daha gözəl və daha keyfiyyətli istirahəti 3 qat daha ucuza alsa, buradakı 5 ulduzlu otellərdə kim qalacaq? Və yaxud da regionlardakı o kababxanalara kim gedəcək? O yalandan dağların başına turba qaldırıb şəlalə kimi yuxarıdan aşağı vurdular, biabırçı. Oralara kim gedəcək? Düzdür? Yəni bu yenə deyirəm, mənim bu subyektiv fikrimdir. Mən indi 25-ci il sentyabrda tamam olacaq ki, siyasi fəaliyyətlə məşğul olam da, yəni birbaşa siyasi. Və baxın, bu mənim subyektiv fikrimdir. Deyir,
çobanın kölünü olsa təkədən bir pendir tutar. Yəni əgər biz istəsək ki, bu xalq dolansın, biz istəsək ki, bu xalqın əli pula çatsın, biz istəsək ki, bu doğrudan inkişaf eləsin, vallahi yolları var, metodları var, qaydaları var. Biz Amerika kəşf eləməyə ehtiyacı yoxdur zaten. Gedib məsələn lap bu işi bilmirik. Də ola bilər də deyir, evdə pişməyib qonşudan gəlməyib. Hardan bilək? Düzdür? Gedirsən bu işi biləni qəpik quruşla bir icra başçısının avtomobilinin qiymətinə kiralayırsan, gətirirsən, sistemi qurur, sənə təhvil verir. Və salam, valla sonra lap maaşını da ver, oturtsun, işlətsin, əgər bacarmırsansa. Zaten elə olur da. Məsələn, görürsünüz bizdə Bakıda əvvəl evlər kimlər tikirdi? Türk firmaları tikirdi. İndi bizimkilər onlardan möhkəm tikir. Gözü öyrənirlər, götürürlər. Yəni bunu eləmək lazımdır. Turizm ən asan və ən belə deyək də çox gəliri olan, yəni heç nə çox şey satmadan gəliri olan sahədir. Türkiyə görə neçə milyard qazanır. Bizdə bax tarixi turizm adına nə bilirsiniz? Haram bilirsiniz? Hə İçəri şəhərdə Şirvanşahlar Sarayı, Qız Qalası. Sonra Yanardağ və salam. Abşeron, Bakı Abşeron. Yoxdur, yəni bu boyda Azərbaycanda bir dənə tarix yeri yoxdur. Mən bax getdim regionlarda, türbələr dağılır it günündə, kilsələr var, balaca, Alban dövründə Şəkidə falan, onlar orada dağılır, qəbir üstü abidələr dağılır, tarixi Koroğlu, Gədəbəyin başında bir Koroğlu qalası var. Abi çıxırsan neçə metr yuxarı, qala dağılıb yox deyir. Bunu turist gələndə necə görmək istəyir. Get göstər də onu da. Düzdür ya yox. Və yaxud da tutaq ki, ekstremal turizm. Bizim dağımız da var, dənizimiz də var. Dəniz turizmində nə var? Bax, kebab yeyib üzməkdən başqa. Dəniz, bax bu, o görmüsünüz də istirahətlər, o skuterlar filanlar, beşməkanlar. Dəniz turizmi də bir katerə minib gedib gəzmək filan var bizdə. Yoxdur. Niyə? Yəni özlərini əziyyətə salın. Ekstremal turizm, dağa dırmaşmaq, paraşutla hoppanmaq filan, nəsə, o qədər şeylər var ki, bax, tibbi turizmdə var, palçıq vulkanı, naftalan və bunları inkişaf elətdirir, insanlara aç. Bunlar bizi tək əldə yığmaq istəyirlər deyə, monopoliyalaşdırmaq istəyirlər deyə hər şeyi. Xalqa açıq deyil. Bilirsiniz, məsələn, hansısa bir iş adamı balaca bir iş açsa, görsələr gəliri var, o dəqiqə hop qonurlar ora. Düzdür ya yox? Əvvəl məhəllə marketləri var idi. İndi hamısı sıradan çıxıb. Niyə? Böyük marketlərin hamısı xırda misal üçün. O baxımdan yenə deyirəm, mən indi çox geniş danışdım, ümumi danışdım. Regionlarda da vəziyyət elədir. Valla regionlarda da vəziyyət, yəni regionlarda daha ağırdır vəziyyət. İndi sizə təşəkkür düşür ki, elə yəqin adına uyğun yurtdaş, yurt TV olar. Regionların problemləri 2 qat, 3 qat. Hələ mən məsələn gənclərimizin pis vərdişlərə aludə olmasını, içkiyə, narkotik vasitələrə, düzdür və ya qeyri-sağlam həyat tərzlərinə, özünə nümunə götürdükləri şəxslərin kimliklərinə, bununla ümumiyyətlə biz hələ o səviyyəyə gəlməmişik. Biz hələ gənclərin qarnını doydurmaq, əynini geyindirmək mərhələsindəyik. Biz hələ bunların tərbiyəsi, təhsili, bunların inkişafı filanı beşməkan səviyyəsinə gəlib çatmamışıq. Məsələn, mən Soveti biz tənqid edirik, təbii ki, tənqid olunmalıdır. Amma məsələn, mən ucqar bir Akstafanın ucqar bir kəndindən də bizim kökümüz, əslimiz, düzdür, əslimiz Ərdəbildən də, amma ora gəlmişik də, belə deyək. Məsələn, mən orada bir məktəbdə, Sovet dönəmində məktəb dağılmış, fikirləşin, Sovet dağılır, müstəqillik qurulur, köhnə sistem dağılır, təzə sistem qurulmayıb. O arada belədə mən o məktəbin kimya otağına getdim. Baxın, kənd, Uzqar kənddə, bax, butulkalarda, kolbalarda maddələr, filənlər, beşməkanlar, şahmat taxtaları, şahmatlar, şaşqilər, kitabxana, kitabxanada nələr yox idi. Beynəlxalq, yəni dünya klassiklərindən tut bizim klassiklərə. İndi oxumurlar başqa şey. Şahmata qədər var idi. Şahmat bilirdi amma. Düzdür, yəni indi biz özümüz bunu çatdıra bilmirik ki? Yəni niyə eləmirik ki? Neçə dənə baxın şahmat dərnəyi tanıyırsınız? Neçə dənə, nə bilim, musiqi dərnəyi tanıyırsınız regionlarda, kəndlərdə, düzdür? Yəni idman dərnəyi neçədən tanıyırsınız, hə? İdman ki, bu biz güləş doğulanla elə qardaşlarla güləşə gülür. Neçə kənddə güləş məktəbi var? Biz icra başçısı çağırsın hər kənddən. 30 kənd var elə. Hər kənddə bir adama desin ki, qardaş, ayda sənə 500 manat verəcəm. Öhdəliyin də odur ki, kənddə 10 dənə uşağa güləş öyrət. 10 dənə uşağa tutaq ki, karate öyrət. Hani bizim futbol? Neçə kənddə siz futbol meydançası görmüsünüz? Görmüsünüz? Yoxdur, amma otlaq sahəsidir. Amma meydançası olmalıdır, qırağı bağlı, top olmalıdır, ora getməlisən, futbolu. Bax biz nə oldu? Topdur da top təpikləmək. Dünyanın ən bahalı oyunçuları biz zaten Nigeriyadan.
Bu texnologiya tələb eləmir. Topu təpikləməkdə nətər top təpikləyən də tapa bilmirik. Yəni bu qədər bacarıqsız, istedadsız olduq. Var, kifayət qədər var, amma onu tapacaq mexanizmlər yoxdur. Onu işlədəcək mexanizmlər yoxdur. İzah edə bildim. Bəlkə bizdə məsələn Einsteinlər var, sadəcə Einstein hansı kənddə qoyun otarır bizdə indi. Niyə? Çünki dayda yoxdur gəlib Einstein ola bilməsi üçün. Amma mexanizm bizdə elə olmalıdır ki, Einstein avtomatik gəlsin öz yerini tapsın. İnşallah inanıram ki, nə vaxtsa qurulacaq bu mexanizm. İnşallah inanırıq ki, qurular hər şey. Çox sağ olun. Mən təşəkkür edirəm. Bir çox məsələləri müzakirə etdik. Təşəkkür edirəm izləyicilərimizə də və sizin növbəti rəylərinizi gözləyirik, təkliflərinizi gözləyirik. Növbəti müsahibələrdə elə Tural bəylə bir də dəvət edərik inşallah. İnşallah, məmnuniyyətlə. Əldə olan nəticələri müzakirə edək, bir də növbəti problemləri danışaq. Nə vaxt desəz qulluğunuzda. Çox sağ olun. Var olun.